Ana bu atam bizi yenə niyə yığıb burayı? Bilmirəm çay bala. Dedi hamımız evdə olun gəlirəm. Ay ana, sən həmişə bilirdin axı. Nə bilim ya ay bala. Bugün bilmirəm. Aton axşam nənəmgildə qalıb, ona görə bilmirəm. Doldurublar yenə. Sən gəlsin görək. Gəlsin görək nə deyəcək. Qapı döyülür. Qapı döyülür. Get qapını aç. Get qapını aç, qapı döyülür. Atam orada yəqin ki. Hə, atam da yəqin. Bir şey olmamış hamımızı yığır buraya bu da. Ay. Ana, atam gəldi. Atam gəldi mama. Ha, qonşuya keçdinə nə olur? Hamınız buradasınız. Hə. Atan hanı? Ata! Ata gəl! Ata! Ata! Ay! Az nə olub az? Nə olub? İmkan verin 5 dakika özümden tek kalım. Selam millet. Şalvara bak maşallah. Baba senden başka kimse var orada yoksa? He emmi uşaqları buradadır. Ne oğlum ne meseledir? Atan daha yığıb bizi. Hə, Ha. Biz bir aileyik. Bəli. Al. 100%. Oğlumdur, kızımdır, hayat yoldaşımdır, pazımdır, hayat qaynatamdır. Sağ ol. Aile bütçemizi biz müəyyənləşdirdik. Nə xərcimiz çıxır, nə xərcimiz çıxmır, nə xərcləməliyik. 2026-cı ilə girdik. Amma deyirlər 2026 qəşəng gözləntilər var. Çox xərcli bir ildir. Ona görə də xərclərimizi biraz sıxışdırmalıyıq. Xərcləri azaltmalıyıq. Qərar verir. İşdə də azaltmışam, burada da azaltacam. Böyle şey olmaz. Ne böyle şey olmaz. Nə xərcimiz var, Ne nəyə olur? azaldaq? Sən qarışma da sən otur. Otur. Ne oğlum? Ha, heç də otur. Otur Sən aya. otur da baba. Nə xərcimiz var, nəyə də azaldaq? Çoxdur xərcimiz. Çoxdur xərcimiz. Nədir? Nədir də xarcımız nədir deyir. 2025-də sən nə qədər xərcimiz çıxır? Ne kadar çıxıb? 1 milyon 431 min biz pul xərcləmişik. Bu. 2025-də. Vay, biz elə var. 2026-da olmayacaq. 2026-da olmayacaq. Təhdə 32 min təzə bunun şeyinə çıxıb, xəstəxanasına çıxıb. Aparırıq, götürürük, şey eləyirik. Mən gedirəm, molla danışıram, onu danışıram, mağar danışıram, bunu danışıram. Deyirlər ki, dirildi. Təzdən götürürük, gətiririk, əzgil veririk, xurma yeyir. Özü də o xurma təzyiq qaldıran şeydir. Yeyir, heç nə olmur. Tərifləyir baba, narat tərifləyir. Nedir? Səni tərifləyir. Səni tərifləyir. Otur sən, otur. Bu orada oturmuşdur da bunun nə çağırdığı. Xərclərimizi azaltmalıyıq 2026-da. Nə xərcimiz var? Mənə heç kim deməyin, qərarı vermişəm, məni çöndərməyin. Məni çöndər. Evin başı, ailənin başı kimə dölə. Mən özümdən başladım. Sürücümü işdən çıxartmışam. 700 manat qənaətli öl. Maşını satmışam. Hər ay maşına 1500 manat yağına zadına pul çıxır. Qənaətli öl. Qənaətli. 250 manata qəşək bir dənə velosiped almışam. Velosipedlə, qəşək də velosiped yolu var. Gedirik, gəlirik. Vəssalam, gör, bax, mən özümdən başladım artıq. Bu kişinin başına hava gəlib. Velosiped nədir? Ayın 28-i bizə ad gününə çağırıblar. İndi biz ad günə velosipedlə gedəcəyik. Sən oturarsan qabaqda, mən də arxadan səni tutacam. Priçoskam dağla soyuqda gedəcək Şamaxinkaya ad gününə. Ölüşü olur. Bax, ən böyük xərc bu dəqiqə ad günlərdir. Ən böyük xərc. Niyə? Ad günün görmüşük ki, Asakal səndən görmüşük ki, ad günlərində yığışarlar 4 nəfər, 5 nəfər ailəsi ilə edərlər, qutarar bu ad gün. İndi 350 nəfər, 400 nəfər ad gündə adam çıxılır. Bilmirsən toydu, bilmirsən sünnətdir, bilmirsən... Nə lazım bu ad günü? Ehtiyac yoxdur, yığışıldı. Ad günü yığışıldı. Nə çağırırıq, nə gedirik, nə gəlir. Ad günü yığışıldı. Onda benim 70 yaşım tullandı. Gübre uçtu. Otur da narahat olma. Ne olur olsun o 70 yıllık olmalıdır.
Yox, mənim atamın 70 illidir, bütün qovum əqrabaya demişəm, ay kişi məni giz eləməyə burada. O boydan ad gün eləyəcək. Yığışılır. Eləyimirik. Yığışılırıq. Sonra internetə nə qədər pul verdik? 25 manat. 25 manat. Yığışdırırıq 25 manatlıq interneti. Yığışdırırıq. Eləyirik 18 manatlıq internet. 7 manat qənaət. 7 manat qənaət. Vuranda elə 84 manat pul edir. Ay ata. Ha, 18 manatlıq internetin sürət olmur axı biz saat yarımı düşünüyoruz 4 saata baxırıq. Yerəş olmaz axı. 7 bax. 7 manat ekonomi. Ha. 10 ay biz burada sıxsaq internet. 70 manat qabağı. Qabağı da öyle yapsaq. Qabağın, bəli, 70 manat. 70 var. Ne kadar lazım bir sələndi bir dəqiqə? Yani biz yığışıldıq. Eləyirik 18 manatlıq internet. Tabii elə də yoxdur. 18 manatlıq internet. Qərar qəbul olursa ki, mənə söyləməsin. 2026-cı ildir. Danışaq. Sonra xaricdən paltar alınır. Yığışdırırsınız o paltarı. Nədir, gedirik burada alıb gəlirik. Ata, əksinə elə biz xaricdən vuranda ucuz gəlib çıxırıq. Hardan ucuz gəlir qızım? Paket paltarlar gəlir. Hardan ucuz gəlir qızım o? Gündə mən paket açırım. Hardan gəlir o? O gün kifayələr mənə mesaj atır. Belə bir şey atıblar. Teşekkür. Kifayələr raket düzəldir. Bəlkə bizim pulumuzun rezervına düzəldir o raketi. Yığışılır. Asakal. Bəli. Yığışılır. Yığışdırırıq. 2026'da rasxotlar yığışılır. Ne qalmalıyam? Sen gör ne varırsan da sen de rasxotsan. Çalış 2027'ye kalma. Sonra ne aldınız ədəvesin getirirsiniz. Ne aldınız ədəvesin get. Mən ədəvə ilə işığın pulun, qazın pulun, suyun pulun həll edəcəm. Ne aldınız ədəvənin pulun get. Ədəvi səndən ədəvini gözləyirəm. Sənin ədəvisin. Asakal sənin ədəvisin. Sen dedi. Ona sözdür. Ona sözle özünden böyle dedevi. Dedevi ne demektir? Ədəvi demir, ey baba. Ədəvi deyir, ədəvi. Bir de dedevi. Ədəvi deyir, ədəvi. Ədəvi dedi, ədəvi. Dedevi dedin, dedevi dedin. Baba, ədəvi, baba, ədəvi. Belə ədəvə dedim. Burada dədəvə dedim. Denen edevi de. Hə. Dırnaq yığışılır. Mənim dırnağım... Dırnaq yığışılır. Hər dırnağını seversən. Əlim ha. Niyə? Ayda neçə dəfə gedirsən? Bir dəfə gedirəm, göz oxşamağa gedirəm. Oxşama, istəmirəm mən ta. Oxşama. Yaxşıdır. Belə niyə sən o boyda dırnağın? Bax, niyə sən o dırnağın? Yox, mənim dırnağım... O oğluyursan, quşquşlayasan. Mən indi dağ Çayda balık tutasan. Niyə sən o boyda? Yox, mən dağ keçisiyəm, uzun dırnaqlarla gəzəcəm. Ona neyəcəm, mən gəzəcəm. Uzatma dırnağı. Bu boyda uzadırlar. Əmir, oğluyub quşquşlayacaqlar. Kim kuş diyeyim? Bizim bu ailede kuş diyen adam bizdendir. Kim kuş deyipse boyunlar, kuşlamısan bana. Tamamsın, ay baba, niyə pişdiyim məni? Belki sen kuşlamısan, yıkırsan uşaqların boyundan. Kuşlamısan. Hazırdır. Bax, yasamalda özü qəbristanlıq böyrə düşəndə elə yerin də rahat deyil. O qədər hazırdır. O qədər panorama. Səni gözləyirik. Üzü quyru bastıracaq səni, bax belə. Yanımızdan çıxın. Sonra pilatesi yığışdırırsın. Sağlam həyat tərzi. Lazım deyil, yaxşısan. Yo, mən pilatesiz qoy, mən bədənim üzərində əsirəm. Yox. Pilatesiz mən necə yaşayım? Özüm üçün çox önəmlidir mənim. Ay bana məhəllədə tırnıcı zallarımız var da. Tırnıcı vaxt. Şeyin orada eləyəyin də, məşğulsu da. Bəli, protezi yığışdırmaq mənim əlevlədir. Protez niyə yığışdırmalıdır? Mən onda ağzıma nə qoydum, nə ilə yiyəcəm? Almanı, heyvanı mən nə ilə yiyəcəm? Niyə protez yığışdırmalıdır? Ay baba, pilates deyir. Nə deyir o? Pilates də. Məşqi deyir də, baba, məşqi deyir. Ha? Məşq. Məşq. Hə, üzr istəyirəm, davam edin. Deyir, ay 21-i, 22-si qar yağacaq. Qar yağan kimi də bizim balkona tez tökülür də. Çıx bax arada. Çıx bax. Sağ ol. Ayağına hamam şəftimiz var bizim. Ondan çıx bax. Uzaqdan gəl, sevinci qar yağır. Birinci qar. Gəl, dayanazsan, narahat olma. Hardasa dayanazsan. Nə olar? Yaxşı. Davam edin. Sınaq imtahanlarda bizə nə qədər pulumuz çıxır? 16 manat. 16 manat. Yığışıldı.
özün hazırlaşırsan. Özün hazırlaşırsan. Sınaq imtahanı yoxdur. Sınaq imtahanında hamı gedir daha mən də deyim də özüm Eşək, yoxum. o başladı. Bax, bu nə başdır. Bax, bu nə başdır. Onu görək orada nə var da bala. Baxın Yığışın. başa. Skorus başdı. Sonra qızım, kofe shoplardan yığışırsan ağıllı bala. Yaxşı, nənə kimi yığışdınız, rəfiqələrdən içdiniz də yığışırsınız. Ata, kofenin qiyməti 4 manat 50 qəpik deyir. A qızım, kofenin birini sən içsən, birini o birisi rəfiqən içir, birini o köşə rəfiqən içir. Ona görə şirniyyat içirsiniz, o da bir də şirniyyat. Ondan da yeyirsiniz. Ağaç soğuk, da nə içsən ha qızım? Elə deyil 40 manat. Kofe shoplardan yığışırsınız. Kofe shoplardan yığışırsınız. Yığışılır bu shoplar. Shoplara yığışılırıq bu shoplardan. Meşoklar yığışılmaz. Bak. Yığışıldı bunların hamısı. Bunlara eləsə çox qənaət edəcək. Çox. Mənə bax. Yığışdırdı nə onların hamısını? Yamsı. Ümumi hesablasaq. Belə eləsən. Ay, tabii. 2026-da denən bacın da bizə gəlməsin. Yığışdır. Yığışdır bacımı və bütün ailə üzvləri. Bacım bizə gəlir. Mən bacıma qulluq eləmək üçün düşürəm oba marketə. Qəndidir, pesoğudur, şokoladıdır, peçenyası da alıram. Xərc də artıq denən gəlməsin. Lazımdır. Sonra bir dəqiqə xotlayın. Sonra dayan. Gəlsin alma da, gəlsin çıxsın getsin. Mənə bax. Sonra atova ayda bir dəfə bazarlıq eləyirsən. Bunun ətidir, soğanıdır, kartovudur, lobyasıdır. Almırsan, çıxart rasxotlardan. Atam ət yeməsin. Qurban bayramın gözdəsin, çıxart oradan. Əlavə xərcdir də, nə üzlərimizə düşür? Bəli. Dostanışınla gedib tez-tez yeyib içirsən. Evə gəlirsən ki, ay başım ağrıyır. Mamam məni göndərir apteka ki, get təzyiq dərmanı al. Bəli. Dədənə, düzdürmü? Hər təzyiq dərmanda neçə mat edir? 9 mat. 10 ilə vuranda neçə edir? Ya, qeyd elə. Qurtarın. Atası. Ata, mənim kofe shoplarımı yığışdırdın da elə. Onda sən də işdən çıxandan sonra dostlarınla gedib domino oynama. Bəli. Oturub yeyib içirsiniz, o da rasxotdur da ata, yaz. Bəli, o dominonu götür, dostlarımı götür, gəl evdə oyna. Çayı mən verərəm sizə, əlavə xərcli çıxart oradan. Dayan, gəldi. Nena? Gəldi. Nena? Dən. Hər ayda bir dəfə gedirsən dostlarınla hamama. Yığışdır. Yaşa. Götür o dostlarımı, gəl bizim hamamda çıx. Yaşa. Narahat olma. Mən səni özüm yan pörtü qoyub kisəliyərəm. Sabunlayaram. Çıxart oradan. Əlavə rasxort. Çıxart. Bəli. Bəli. Ata. Bax, hər dəfə gedirsən dostlarınla Qarabağın futboluna baxırsan, düzdür? Evdə televizorumuz var da, otur evdə televizordan bax. Bəli. Qarabağa dəmin, o nə olsa onu gedib baxmaq lazımdır. Onun xərcinə dəyər. Ata. O birində mən deyim. Yenə saqqal. Getdi. Bu təzəliklə telefonda görmüşəm səni. Soyunursuz 5-6'da dostunuzla lömbölümlü. Elinizde plan 1. Yanvar ayının 15'i girirler derzem olacak. Marojnasız girdi o denize. Plan 1 hamsi raskottu. Yaz ora plan 1. Yaz ora o. Ayak yolunu ışığın yandırma. Bilmirsən ne hardadır? Bəli. Ata, yaxşı da. Ne kadar dedi? Hala dedim. Yaxşı dedim Hala baba. dedim baba. Ata. Söndür. Təzqin qalxmadı. O boyda əsəblə yaşayırsan da. Onda Bəli. Bəli, Onda çıxartdın canım- mı hamısını? onda gəlin belli. Hə. Onda gəlin belli. Yenə deyirəm. 2026 raskot deyil. Bəli. Biraz da xərclərində nəzarət etmək Ay, lazım. sağ ol. Amma nəsə eləmək lazımdır, nəsə eləmək lazımdır. Mən bilim ki, nəsə elədim də, mən ekonomi elədim də. Onda belliyəm. Bu xadimə var ya bizdə. Ayda. O binanın xadiməsi gəlir, həm zibil atır, həm də bloku təmizləyir. Ona nə qədər verdik biz? 20 manat.
Onu çıxardaq mı? 100%. 100%. O çıxdı. Çıxardı, O çıxdı. əlavə rosxod. Vəsə. Özüm süpürərəm. 2026-da 20-dan çıxartdı. Vəsə, xadimə çıxdı. Vəsə, qalan qalır da xadimə çıxdı. Bəli. Vəsə, vəsə. Əla. Çox qəşəng fikirləşdim. Deyirəm ay bala. Haydi. Bu bayaqdan o qədər söhbət elədik. 20 manat o xadimənin başında patladı.